Evdə bir ədəd kartof və kök varsa, soyuqlamanı canınızdan çıxaracaq. Çox ləzzətli şorba hazırlaya bilərsiniz. Dəhşət asan hazırlanır, cəmi yarım saat vaxtınızı alacaq. Soğanı biraz qovurub kök və kartofu əlavə edirik. Üzərinə su töküb tərəvəzlər yumşalana kimi bişiririk. Ərzaqları blenderdan keçirdikdən sonra bir qaba qatıq, yumurta, un töküb qarışdırırıq. Biraz da şorbadan əlavə eləyin ki, qazana tökəndə çürüməsin. Ən son ədviyyatını da vurub ocaqdan götürürük. Bu arada qızlar əziyyət çəkib çox ləzzətli yeməklər bişirirsiniz, amma uşaqlarınız yemirsə buna da çarə tapmışam. Deməli, hər yeməkdən yarım saat əvvəl uşağınıza trimetavit siropundan verirsiniz və sonra möhtəşəm nəticəni izləyirsiniz. Effektivdir, iştahı artırır, uşaqlarda çəkini və boy artımını stimulə edir. İçində B qrup vitaminləri də var, maddələr mübadiləsini yaxşılaşdırır, fiziki və əqli qabiliyyəti, sinir fəaliyyətini dəstəkləyir, qan artırır, immuniteti yüksəldir. 2 yaşdan yuxarı uşaqlara ürək rahatlığı ilə içirə bilərsiniz. 2 yaşdan kiçik uşaqlar üçün həkim məsləhəti mütləqdir. Özünüzə və balacalarınıza yaxşı baxın. Hələlik.